Varfarin dərmanı tapılmır. Nə apteklərdə var, nə də depolarda. Ürək-damar xəstəliklərindən əziyyət çəkən yüzlərlə insan gündəlik qəbul etməli olduğu bu dərmanı axtarır. Lakin tapa bilmir və nəticə yoxdur. İllərdir varfarin dərmanından istifadə edənlər apteklərdən əli boş qayıdır. Qiyməti o qədər də baha olmayan bu dərmanın heç alternativi də yoxdur. Preparatdan mütəmadi istifadə edilmədikdə isə tromblaşma, infarkt, insult və digər ağır fəsadlar ortaya çıxır. Soraqlaşıram, apteklərdə yoxdur. Hətta depoya da müraciət eləmişəm, orada da yoxdur. Bu da insanların yaşamağı üçün çox vacib bir dərmandır da. Ona tay bərabər olan dərman yoxdur. Əvəzedicilər də soruşursan, effektsiz bir dərmanlardır. Ukrayna istehsalıdır, yoxdur. Ukrayna istehsalı olan dərmanlar bir dəqiqə yoxdur, heç tapa da bilmirik. Yoldaşıma lazım idi, onu almışdıq. Təxmini nə vaxt almışdınız? Mart ayında, martın axırı idi. Paytaxtda yerləşən bir neçə aptekdə olduq. Əczaçılar varfarinin aylarla gəlmədiyini təsdiqləyirlər. Varfarindir, Varfarexdir, bunlar oxşar dərmanlar idi. Sadəcə heç biri bu dəqiqə yoxdur. Seydə xanım, neçə müddət? Hardasa bir 3 ay olar. Hər gün olur. Günü bugünün özündə belə, bugün belə var idi istəyən. Bəlkə bir ildən də çox olar. Varfarin gəlmir. Bəs ümumiyyətlə depolarla əlaqə saxlayan Əlaqə saxlayırıq, depoda yoxdur. Depoda olsa apteklara da verirlər. İndi nə ilə bağlıdır onu dəqiq deyə bilmərəm, amma ki varfarin gəlmir. O tabletə var tələbat, amma ki gəlmir. Bəs ümumiyyətlə Əvəz edicisi də yoxdur. Apteklərlə yanaşı dərman bazasını təmin edən bəzi depolarda da preparatın uzun müddətli olmadığını deyirlər. Əvvəllər olub, formida burada yoxdur. Marxalanlar baxımda da yoxdur. Varfarin gəlmir, xanım. Tələbindən məlumatımız yoxdur, bizə məlumat vermirlər, niyə gəlmir? Sosial şəbəkələrdə yayılan iddialara görə preparatın ölkəyə gətirilməsinin analitik ekspertiza mərkəzi tərəfindən qadağa qoyulub. Mərkəz isə bu iddialara cavab verərək məsələyə aydınlıq gətirdi. İdxal olunan dərman vasitələri dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənəcək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina edilir. Ancaq qeyd edək ki, artıq bu dərman vasitəsi 2025-ci il aprel ayının 7-sində yeni qeydiyyat vəsiqəsi almış və bu qeydiyyat vəsiqəsində yararlılıq müddəti 3 il olaraq göstərilmişdir. Və yararlılıq müddəti 3 il olan varfarin dərman vasitəsi istənilən sayda, istənilən vaxtda ölkə ərazisində idxal edilə bilər. Fidan Səfər, İlkin Həsənov, Space xəbər.